Dəyərli izləyicilər, hər vaxtınız xeyir olsun. Sizləri xoş gördük. Sizlərə Xırdalanda Heydər Əliyev prospektində, tam yolun kənarında Heydər Əliyev parkının tam yaxınlığında sizlərə belə bir gözəl çox mərtəbəli binanın orta mərtəbəsinə, yəni 4-cü mərtəbəsinə 3 otağa düzəlmə tam təmirli mənzil çəkib təqdim edirəm dəyərli izləyicilər. Mənzilimizdə təmizlik işləri görülür. Gördüyünüz kimi və belə bir gözəl evimizin qonaq otağımız var. Açıq ton rənglərdən istifadə olunub və belə bir gözəl TV stent yerimiz qoyulubdur. Tavan hissəsindən çox sadə spotlardan istifadə olunub və evimizə belə bir gözəl proyekt verilibdir. Qonaq otağından başda şəbəkə pəncərə ilə yığılma, yəni mətbəximizə keçid mümkündür. Və bura evimizin mətbəx hissəsidir və mətbəx mebelimiz yığılıb, hamısı hazır vəziyyətdədir. Sənəd kupçadır. Mətbəx hissəsinin döşəməsi kermoqranitdir. Ən əsası nədir? Sənədimiz çıxarışdır. Kupça əlimizdədir, dəyərli izləyicilər. Və belə bir qonaq otağının belə bir qoşa qapısı var. Və bura evimizin dəhliz hissəsidir, giriş hissəsidir. Çöl giriş qapısını görə bilərsiniz, sef qapı ilə təmin olunubdur. Və bu sağ tərəfdə olunan yataq otaqlarıdır və sol tərəfdə hamam otağı və sanitar qovşağı ayrı-ayrılıqdadır. Burada yerləşir evimizin hamam otağı. Binamızın 2 geniş böyük müasir sürətli lifti mövcuddur. Yeraltı, yerüstü qarajı mövcuddur. 24 saat kamerası və komendatı dəyərli izləyicilər. Yəni binanın plusları çoxdur və bura evimizin yataq otağıdır. Yataq otağını da görə bilərsiniz, çox genişdir və yataq otağından da eyvanımıza çıxış mövcuddur. Birbaşa prospektə baxır. Allah alana da satana da xeyirli eləsin inşallah. Burada da yerləşir evimizin digər yataq otağı. O birisi otağa baxanda nisbən bir balaca kiçikdir. Qiymət 135.000 manat start qiymət. Əlbəttə ki, gələn hər bir real alıcıya indirim gözlənilir. Start qiymətdir bu. Məktəbə bağçaya avtobus dayanacağına piyada məsafəsindədir. Əlaqə nömrəm 077 717 91 90 və 077 717 91 99 nömrəsinə əlaqə saxlaya bilərsiniz. Geniş informasiya əldə edə bilərsiniz. Bu günə bu qədər. Sağ olun, salamat qalın.